Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu VUF 13 yekunlaşır. Gün ərzində şəhərsalma və dayanıqlı inkişaf mövzularında panel müzakirələr, dəyirmi masalar və konferanslar keçiriləcək. Günün ikinci yarısında isə forumun rəsmi bağlanış mərasimi və bayrağın endirilməsi baş tutacaq. Qeyd edək ki, VUF 13 tarixində ilk dəfə olaraq 40 mindən çox iştirakçı qeydə alınıb. Növbəti Ümumdünya Şəhərsalma Forumu isə 2028-ci ildə Meksikada keçirilməsi planlaşdırılır. VUF 13 çərçivəsində keçirilən görüşlər və müzakirələr Azərbaycanın beynəlxalq platformalarda artan rolunu bir daha nümayiş etdirdi. Forumun yekunları tədbirin ölkəmiz üçün əhəmiyyəti və gələcək perspektivlərlə bağlı suallarımızı Milli Məclisin deputatı Rizvan Nəbiyev cavablandırıb. Deputat forum çərçivəsində aparılan müzakirələr və Azərbaycanın təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb. Bugün artıq 6 gündür davam edən qlobal əhəmiyyətli BMT səviyyəsində təşkil olunan müzakirələrin son günüdür. Bilirsiniz ki, urbanizasiya, şəhərsalma ilə bağlı, eyni zamanda əlaqəli məsələlər, çağırışlar, həll yolları, çox məzmunlu müzakirələr, çox saylı yüzlərlə tədbirin necə deyirlər, baş tutduğu bu beynəlxalq forum başa çatır və sonda Baku Call to Action fəaliyyətə dair Bakı çağırışının qəbul olunması gözlənilir. Artıq bəzi məqamlar aydındır ki, burada müasir dövrdə şəhərsalma və urbanizasiyaya təsir eləyən faktorlar öz əksini tapır. Eyni zamanda həll yollarla bağlı müəyyən fikirlər. Gəlin bildirək ki, bugün dünya əhalisini bilirsiniz ki, 3 milyardına yaxınının yaşayışı qeyri-qənaətbəxş səviyyədədir və 300 milyon insanın isə ümumiyyətcə mənzil və ev problemi var və bugün şəhərlərdə yüklənmə çoxdur. Belə ki, misal üçün ümumdünya daxili məhsulunun 60%-nin istehsalı şəhərlərin payına düşür və ətraf mühitə vurulan karbon qazının 70%-i bu şəhərlərin payına düşür. Nəticədə, misal üçün, yaşıllıqlar əgər 20 il əvvəl şəhərlərdə 20% idisə, bugün onlar faizi 13%. Biz görürük ki, ekoloji problem bu istiqamətdən də özünü göstərir və yaxud da münaqişələrin şəhərsalmaya təsiri. Bilirsiniz, 120 milyondan artıq insan BMT-nin məlumatına görə hazırda qaçqın və məcburi keçin kimi yaşayır və bunların da 60%-i şəhərlərdə məskunlaşır. Biz görürük ki, şəhərsalmaya və məskunlaşmaya iqlim dəyişmələri, münaqişələr və digər çox şaxəli faktorlar təsir göstərir və belə bir şəraitdə deməli şəhərsalmanın təkcə tikinti, necə deyirlər, bu beton, sementdən ibarət bir infrastruktur olmadığı bugün biz bu keçirilən forumda da gördük. Belə ki, şəhərsalma cəmiyyətin bütün təbəqələrini əhatə eləyən çox qatlı bir prosesdir. Mən bir neçə, misal üçün, forumda sessiyalara qatıldım. Şəhərsalma və mətbuatın rolu, qadınların rolu və eləcə də geosiyasi məsələlərlə bağlı. Bilirsiniz, bu onu göstərir ki, misal üçün, xüsusilə bizim şəhərsalmada qazandığımız təcrübə, hesab edirəm ki, bura 182 dövlətdən gələn nümayəndələr üçün gözəl bir təcrübə olur. Çünki biz şəhərsalmanı sıfırdan qururuq. Bu sıfırdan qurmada da hətta biz mina təmizləmədən başlayırıq. Bunun özü əlavə bir çağırışdır. Bilirsiniz ki, BMT-nin şəhərsalmanın da əks olunduğu 17 dayanıqlı inkişaf məqsədi var. Onun 11-incisi şəhərsalma və məskunlaşma məsələsidir. Biz onları qəbul eləmişik. Hətta 18-ci məqsəd kimi isə biz humanitar mina təmizləməni milli səviyyədə qəbul eləmişik. Qlobal səviyyədə isə qəbul olunması istiqamətində diplomatik fəaliyyət aparırıq. Belə bir şəraitdə işğaldan azad olunmuş ərazilərdə sıfırdan şəhər salma və bu təcrübənin bölüşülməsi və burada inklüzivliyin təmin olunması unikal Azərbaycan təcrübəsidir. Prezident İlham Əliyev də bu VUF 13-ün açılış sessiyasında bu məsələləri vurğuladı və burada bildirdi ki, biz həmin tarixi Azərbaycan deməli arxitekturasının o tarixi ilə bağlı məqamları nəzərə alırıq. Eyni zamanda müasir tələblərə uyğun şəhərsalmanı aparırıq. Onun özünün də yaratdığı, necə deyirlər, məqamlar var ki, bu şəhərsalmada nəzərə alınır və xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaradılan infrastruktur Azərbaycanın daxili resursları hesabına aparılır.
Bəli, biz indiyə qədər dövlət büdcəsindən son 5 ildə 26 milyard manata yaxın vəsait ayırmışıq. Bir fakt 500 körpü planlaşdırıb 435 artıq istifadəyə verilib. Çəkilən tunellərin uzunluğu 70 kilometrdən artıqdır, amma proses davam edir. 3 bəli, hava limanı tikilib və burada qurulan infrastruktur həm də dual xarakterlidir. Yəni mülki infrastrukturla yanaşı, həm də Azərbaycanın təhlükəsizlik müdafiəsinə bağlı müəyyən funksiyaları da özlərinə götürür. Bu mənada deyə bilərik ki, VUF 13-ün Bakı forumu uğurlu bir forum oldu və bundan sonra da şəhərsalma ilə bağlı, urbanizasiya ilə bağlı elə Bakı fəaliyyət proqramı kimi uzun müddət müzakirədə olacaqdır. Təşəkkür edirəm. Daha sonra Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə keçirilən VUF 13-ün əhəmiyyətindən danışdıqdan sonra tədbiri işıqlandıran yerli və xarici media nümayəndələrinə təşəkkürünü bildirib. Sonda Bakı Ümumdünya Şəhərsalma Forumunun estafetini Mexikoya təhvil verib. Bağlanış mərasimində Meksikanın paytaxtı Mexiko şəhərinin video təqdimatı nümayiş olunub. Beləliklə, VUF 14 2028-ci ildə Mexiko şəhərində keçiriləcək.